digər ikisi ilə əlaqəli olan. Maksimal. Maksimal qaçış sürəti idi. Yaxşı, böyük basketbolda komandanın faal limiti neçə idi? 4. Oyuncununki neçə idi? 5. Aha, 3 xüsus basketbolda neçənci faaldan başlayaraq sərbəst atış verirdilər? 7-dən başlayaraq. 7-dən başlayaraq verirdilər. Dayaq hərəkət aparat sürəti nəyə sayılır? Dayaq hərəkət funksional sistem. Funksional sistemi sayılırdı. Dayaq neçə dənə funksional sisteminə var idi? 3 dənə. Aha, 3 dənə funksional sistemi var idi. Digərləri hansıları idi? Ayaq hərəkət aparatı, əzələ, bir də mərkəzi sistem. Qəşəng. Bir də mərkəzi sinir sistemi idi. Sonra futbol topuna zərbənin sürəti. Sürət. Maksimal. Xeyr. Futbol topuna zərbənin sürəti olacaqdı nə? Tək hərəkətin icra tezliyi. Sürəti yeməli icradır ki. Futbol topuna zərbənin sürəti. Bax, tək bir halda təpi ilə vurur, üstürəm gedir. Tək hərəkətin icra tezliyi. Atma, bəli, o vurulan topa mənim belə deyim də reaksiya verməyim nə olacaq? Mənim reaksiya verməyim. Reaksiya tezliyi. Aha, mənim reaksiya verməyim olacaqdı reaksiya. Sadə olacaqdı mürəkkəb. Mürəkkəb. Aha, bu olacaqdı mürəkkəb, düzdürmü? Yaxşı, müxtəlif çıxış vəziyyətində statlar sadədir mürəkkəb. Sadə. Mürəkkəb mən. Aha, mürəkkəb olacaqdı. Dəniz müəllim anlamadım. Bir dənə yazarsınız deyərəm anam. Başa düşmədim tam. 21-100 deyir. Bilmirəm nə deyirsiniz. Hə, sonra gəldik nəyə? Hərəkət edən obyektə qarşı verilən mərhələləri say. 4 dənədir. Birinci görür, sonra plan qurur, sonra icra eləyir. Plan qurur. Birinci görür. İkinci istiqamətin sürəti müəyyən edir. Üçüncü planı qurur. Dördüncü isə nə edir? Dördüncü isə vurur. İcra eləyir planını. Aha. Təşəkkürlər Arzu. Var ol qadan alım.